Salam müəllimlər birliyi tədris mərkəzindən Rüfət müəllim belə bir suala baxaq. Kök altı x plus 12 üstə gələk kök altı x plus 4 bərabər 48 olarsa, kök altı x plus 12 çıxaq kök altı x plus 4 ifadəsinin qiymətini tapaq. Axtardığımız ifadəni a-ya bərabərləşdirək və yuxarıdakı ifadə ilə bir-birinə vuraq. Kök altı x plus 12 üstə gələk kök altı x plus 4 vuracaq kök altı x plus 12 çıxaq kök altı x plus 4 bərabər olacaq 48 sayı. Biz fikir versək görərik ki, burada 2 ədədin kvadratları fərqinə bərabərdir bu hasil. Yəni kök altı x plus 12'nin kvadratı çıxaq kök altı x plus 4'ün nəyi? Kvadratı bərabərdir 48 a'ya. Burada alınır x plus 12 çıxaq x plus 4 bərabərdir 48 a'ya. Burada biz mötərəzəni açsıq. X-lar gedəcək 12 çıxaq 4'dən da bərabərdir 8'ə. 48 a'ya da bərabərdir. Həmçinin a da bərabər olacaq 8 bölünsün 48 6'da 1'ə. Yəni bizim axtardığımız ifadə x plus 12 çıxaq x plus 4 bərabər olacaq 6'da 1'ə.